Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin ibtidai sinif müəllimlərinə düşər riyaziyyat suallarına baxacaq sertifikasiyadan. Demək, birdə deyək ki, kubun bir üzünün perimetri 28 sm olarsa, onun həcmini tapın. Demək, kubun bir dənə kub çəkirik. Kub çəkdik. Bilirsiniz ki, bu kubun bütün tərəfləri bir-birə bərabərdir. Bərabər olduğuna görə, yəni bir üzünün perimetri 28 sm-dir. Ona görə də yazırıq ki, 4A bərabərdir 28. A da bərabərdir 28-i 4-ə böləndə 7. Demək, tərəf nə olur? Yəni tərəf olur 7. Yəni til də deyə bilərik. Buradan yəni bizdən həcmini soruşur. Həcm düsturda V bərabərdir A-nın kubu. Yəni bir tərəf 7 isə uzunluq en hündürlük. Yəni 7 vur 7 vur 7 bərabərdir 343. 2-yə baxırıq. 2-də deyir ki, diametr ilə radiusun cəmi 36 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Demək, bir dənə kvadrat çəkirik. Bunun daxilinə bir dənə çevrə çəkirik. Demək, diametr ilə radiusun. Bilirsiniz ki, diametr 2 radiusa bərabərdir. Yəni 2 radius üstəgəl radius bərabərdir 36. Burada 2 radiusdan 1 radius, 3 dənə radius bərabərdir 36. Demək, radius da bərabərdir 36-nı 3-ə böləndə 12. Demək, biz tapdıq ki, buradan bura 12-dir. Buradan bura da 12-dir. 12 ilə də 12, 24. Bizdən deməli, kvadratın perimetrini istəyir. 24-ü də vururuq 4-ə, bu da bərabər 96. Bu qədər sadə silək. Uzunluğu 523 km olan yolu, deməli 60 km saat sürətlə 6 saatə gedən sürücü, deməli nə qədər yolu elə bir qalır. Belə bir soru yadda qalan suallardır, yəni atıblar. Deməli 60 sürətlə 6 saata gedirsə, bu 360 km yol gedir. Ümumi 523 deməli kilometrdən də çıxacaq bu gedilən yolu 360. 60-ı 3, 12-dən 6, 6, 4-dən də 3-ün 1. Deməli, gedilməmiş yol 163 km qalacaq. 4-ə baxırıq. 4-də deyir ki, A bərabərdir, müqayisədir, A bərabərdir 7-də 1. Yəni, 1-i 7-yə böləndə 0,14. B bərabərdir, 2-ni 9-a böləndə 0,22. C-ni də, deməli, C də bərabərdir, 3-ü 11-ə böləndə 0,27. Demək, burada A kiçikdir B-dən, B də kiçikdir C-dən. Bu qədər sadə. Sağ ol.